Salam. Bu günlərimə Bacarıqlı Əllər Dərnəyinin üzvləri ilə görüş keçirdirik. Ən gənc dərnəyin üzvü, ən balacası Leyla xanımdır. Leyla xanım öz daş üzərində çizdiyi rəsmlər haqqında məlumat verəcək. Bəli, buyur. Bu balıq quaşı ilə çəkmişəm. Aha. Demək, başqa nələriniz var? Göstər görüm. Gördüyünüz kimi bu pingvin. Pingvindir. Şərfi də var, əlində ürək tutur. Aha. Bu nədir belə? Çox maraqlıdır. Bəs bu aydır, üstündə quşlar uçur. Qarşısından quşlar keçir də, ayın qarşısından. Bəli. Bəs bu nədir? Bu qaranlıq olanda şəkildir. Qaranlıq olanda, yəni belə deyək də, şəhər şəklidir. Amma ağım olmadı deyə bunu qara ilə eləmişdim. Aha, aydındır. Kifayət qədər əl işlərim var, baxaq. Bunlar hamısı daşla. Bəs kağız üzərində əl işlərim var. Hələ ki bunları göstərək, sonra onları göstərərik. Yaxşı, bunu da göstər görüm. Bu güldür. Güldür. Çox əla. Leyla xanım, Bu da mən gül şəklidir və qızıl güldür. başa düşdüm. Qəşəngdir. Çox sağ ol, minnətdaram. Sən bütün rəsmlərini mən çəkib nümayiş elətdirirəm. Səni sevənlər də baxsın, qiymətləndirsin, dəyər versin sənə. Allah razı olsun. Keçək yuxarısı dostlarımıza baxaq görək. Bizim dərnək üzvlərimiz hansı işləri görürlər. Baxaq. Mehralı bəy, bu günlərimə nə hazırlayırsan? Görüm. Zəfər gününə aid. Demək, kompüterdə baxaraq, zəfər gününə aid olaraq rəsm cızırsan, çəkirsən. Bu da hələ ki eskizini qurmusan. Bizim gənc rəssamımızdır. Çox yüksək səviyyədə əl işləri var. Bir neçə onun əsərlərini sizə göstərə bilərəm. Baxın, burada Mehral bəyin çəkdiyi rəsmlərdir. Bu da Mehral bəyin çəkdiyi rəsmlərdir. Kifayət qədər yüksək səviyyədə çəkilirdir. Keçək buradan Elcan bəy. Elcan bəy, sən də zəfər gününə hazırlıq işləri görürsən. Telefondan çəkib göstərsən də budur. Bu telefonda gördüyümüz şəkili 8 noyabr zəfər günü. Burada çizir, hazırlayır. Hələ ki ilkin mərhələsidir. Əlavə əl işləri var. İlkin bəyin 7 B sinifində bax çizdiyi bir rəsmdə görürük qarşısında. Bunu büyün çizmişdir. Burada Elcan bəyin yenə bir dənə rəsmi var. Bunu da göstərək. Burada da çox gözəl bir rəsm çizibdir. Məhəmməd bəy, mənim əziz sevimli şagirdlərimdir bunlar. Məhəmməd bəy də zəfər gününə hazırlıq tablosunu çizir. Amma burada bizim bir gözəl balamız əyləşir. Adı nədir sənin oğlum? Demək, mənim gözəl balam Kindir, çatda fincan hazırlayır. Artıq siz gördüyümüz kimi fincanın tamamlama işləri gedir. Kifayət qədər səriştəli, qabiliyyətli şagirdlərimiz var. Allah onlara can sağlığı versin. Mümkün daxilində onları sevin, bəyənin.